Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Mətbuat az xəbər verir ki, bu barədə dinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, oktyabrın 16-da Yasamal rayonu ərazisində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 2 nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat və axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrailov, 38 yaşlı Rüfət Həziyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd Makarov markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat istintaq tədbirləri davam etdirilir.